Hanoi şəhərində, Vyetnamın paytaxtında elə bir leysana düşdüm ki, həyatımda elə bir leysan görməmişəm. Hanoi həddindən artıq bəyəndim, gözlədiyimdən artıq oldu. Amma Asiya bilirsiniz, hər adam üçün deyil. Bəyənən üçündür, bəyənməyən də heç bəyənmir. Bu videoda çalışacağam maksimal az danışım, mümkün qədər. Amma imkan verəcəm ki, siz baxasınız. Video uzun olacaq, öncədən deyirəm. Baxın, həzz alın. Çox sağ olun. Şəhərin zibil yığışdıran avtomobilləri belə musiqi ilə yığışdırır. Belə şəhərlərin özünə məxsus enerjisi və aurası var. Çünki bura elə bir yerdir ki, burada turist ancaq bir bölgədən deyil, hər bir yerdən turist var. Avropa, Amerika, Avstraliya, Ərəb, Rus, hər kəs var burada. Türk, Azərbaycanlı belə gördüm. İndi isə videonun başında dediyim həmin o leysanı sizə göstərmək istəyirəm. Bu həyatımda görmədiyim bir leysan idi və onun nəticələri. Kiməsə bu vəziyyət çox kritik ola bilər və qəbul edilməz ola bilər. Amma mən insan olaraq elə bir insanam ki, hər şeydə pozitiv görməyin rəftarıyam və görürəm də. Sözü gəlmişkən onu vurğulayım ki, problemin izi tozu da qalmadı səhərə. Hanoi'nin sosial mediada tanınmış kafesi Note Cafe. Kafe onunla məşhurdur ki, turistlər arzularını, nə bilim yazılarını, adlarını yazırlar və yapışdırırlar hər yerə. İstədiyiniz yerə yapışdırmaq olar. Qeyri-adi bir çözümdür. Like qoyan barmağınız sağ olsun, mən getdim Dananga. Oradan video olmayacaq, çünki orada mən dincəlirdim. Bye, bye.